Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Göyçay şəhərində ənənəvi nar festivalı keçirilib. Festivalda narla bağlı müxtəlif yarış və müsabiqələr, xalq sənətkarlıq nümayişi və bölgəyə məxsus mədəniyyət nümunələri tamaşaçıların böyük marağına səbəb olub. Musiqi sədaları altında qonaqları qarşılayan təşkilatçılar yerli müəssisələrdə istehsal olunan təbii nar şirələrini və nar məhsullarını təqdim ediblər. Sadəcə 16-cı dəfədir ki, Göyçayda nar festivalı keçirilir. Səhər saatlarından etibarən insan izdihamı müşahidə olunur. Gördüyünüz kimi stenddə nar və nardan hazırlanmış məhsullar nümayiş olunur. Eyni zamanda kənd təsərrüfatının digər məhsulları da nümayiş olunur. Vələs, güləşə və narın digər növləri nümayiş olunur. Bayram boyunca nara həsr olunmuş şeirlər, mahnılar və rəqslər səsləndirilib. Xatırladaq ki, Nar bayramı ənənəvi nar festivalı və mədəniyyəti 2020-ci il dekabrın 16-sında Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilib.